Həbsxanada məhkum ölümü. Belə hallar araşdırılırmı? Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü 22 yaşlı Elbəyi Kərimli dekabrın 12-sində 2 saylı cəza çəkmə müəssisəsinin tibb məntəqəsində ölü tapılıb. Məlumatı əvvəl AXCP fəalları yayıb və Elbəyi Kərimlinin özünə qəsd elədiyini bildiriblər. Ardınca Ədliyyə Nazirliyi ölüm faktı ilə bağlı Xəzər rayon prokurorluğunda araşdırma aparıldığını açıqlayıb. Elbəyi Kərimli 2023-cü ilin avqustundan həbsdədir. Rəsmi ittiham narkotiklə bağlı idi, lakin o məhkəməsində demişdi ki, Heydər Əliyevin heykəlinin arxasına Stalin yazdığıma görə bugün buradayam. Polis bölməsində dedilər ki, ya narkotik ya da silah, birini seçməlisən. Yoxsa vətənə xəyanət iddiamı ilə içəri gedərsən. Məcbur olub narkotik iddiamını götürdüm. 5 illik azadlıqdan məhrum edilən fəal 2 dəfə aclıq aksiyası keçirdiyini söyləmişdi. Bu ilin iyulunda o, penitensiar xidmət nümayəndələrinin önündə tənqidi çıxışından sonra döyülüb karsera salındığını da demişdi. Bu iddiaları rəsmilərdən dəqiqləşdirmək mümkün olmayıb. Onun həbsindən partiya üzvləri yalnız 2 ay sonra xəbər tutmuşdu. Hüquq müdafiəçiləri deyir ki, istintaq zamanı ölümünə qədər yaşadığı problemlər də araşdırılmalıdır. Rəsmi qurumlar mövzu ilə bağlı sorğularımızı cavablamayıb. Bu hadisə Azərbaycanda məhkumların həbsxanada ölməsi ilə bağlı ilk nümunə deyil. 2017-ci ildə bloger Mehman Qələndərovun Kürdəxanı təcridxanasında ölümü də rəsmi olaraq intihar kimi təqdim olunmuşdu. Lakin ailəsi və yaxınları onun işgəncəyə məruz qaldığını, saxlanma şəraitinin özünü öldürməyə imkan vermədiyini və istintaqın şəffaf aparılmadığını deyirdilər. Həbsxanalarda məhkumların özünə qəsd eləməsi ilə bağlı başqa xəbərlər də yayılıb, lakin rəsmi statistika yoxdur. Hüquqşünas Fariz Namazlı bildirir ki, məhkum edilmiş şəxsin taleyi üzərində tam nəzarət dövlətin əlindədir. Cəza çəkmə müəssisəsində baş verən hər bir ölüm faktı üzrə dövlət ölümün səbəblərini izah etmək, şübhələri aradan qaldırmaq və baş verənləri hərtərəfli, müstəqil və effektiv şəkildə araşdırmaq vəzifəsi daşıyır. Bu öhdəliyin yerinə yetirilməməsi təkcə səhlənkarlıq deyil, həm də Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsi olan yaşamaq hüququnun pozuntusu deməkdir. Avropa Məhkəməsi ötən il Qobustan həbsxanasında 2014-cü ildə yanaraq ölən E.B.'nin işi üzrə qəbul etdiyi qərarda bir daha vurğulayıb ki, saxlanılan şəxslər son dərəcə həssas vəziyyətdədir və dövlət onların həyatını qorumaq üçün aktiv tədbirlər görməyə borcludular. Elbəyi Kərimlinin ölümündən sonra mediaya danışan deputat Naqif Həmzəyev deyib ki, həbsxanada ölüm halları hərtərəfli araşdırılır. Ombudsman oktyabrda penitensiar xidmətə cəza müəssisələrindəki çatışmazlıqların aradan qaldırılmasını tövsiyə edib. Yeri gəlmişkən, Elbəyi Kərimlinin intihar elədiyi deyilən 2 saylı cəza çəkmə müəssisəsi haqda həbsdə olan işçi haqları fəalı Afiyəddin Məmmədov şikayət eləmişdi. Rəsmilər bunu da şərh eləməmişdi.